Cənab Prezident 2014-cü ildə Lerikdə su xətti çəkilib 48 milyon pul ayırmışdınız ki, yəni Lerikdə su kanalizasiya sistemi yenidən quruldu. Əfsuslar olsun ki, Lerik Su Kanal İdarəsi əhaliyə verilən sudan da çoxunu ancaq çöllərə, belə küçələrə axıtmaqla məşğuldur. Əgər bu sayğac mənbədə qoyulsa, bəlkə də onlar özləri məsuliyyət hiss eləyəcək. 8 milyon da asfalta pul ayrılmışdı, asfalt çəkildi. Bugün bu vəziyyətdir, bu asfalt bu vəziyyətdə belə dağılır, asfaltın altından su çıxır. Heç xeyri yoxdur, heç kim də baxmır, heç kim də əhəmiyyət vermir. Gündə də bir dənə müdür dəyişirlər, gətirirlər, oradan gətirib qoyurlar, onların da heç nədən başı çıxmır. Əhali də əziyyət çəkir, asfalt bir tərəfdən dağılır, yollar bir tərəfdən qazılır, hər gündə qazılır yollar. Heç kimin də vecinə deyil. Heç kimdə məsuliyyəti işlənmir. Əhaliyə elə ki, su verilmir. Hal-hazırda biz özümüz, yəni bu Əlillər binasında otururuq, 16 mənzilli binada otururuq. Biz də palçıqda su içirik. Elə ki, pajarın, yanğın söndürmək üçün nəzərdə tutulmuş su anbarı var. Biz onun suyundan istifadə edirik. Bizə su verilmir. İndiyə kimi bizə su verilməyib. Suya da ki, motorla özümüz vururuq binaya, gündə 2 dəfə. Cəmi 3 saat suyumuz olur gün ərzində. O da ki, palçıqlı sudur, onu içmək də heç olmur. Cəmaət də məcburdur gedib başqa yerlərdən qablarla su daşıyıb istifadə edir. Demək, bu Lerikin əhaliyə verilən su içmək də mümkün deyil. Xahiş edirəm, bunlar üçün bir tədbir görülsün. Bunlar bilərəkdən cəmaatı incidirlər. Bilərəkdən bunlar məqsədləri nədir? Yollar dağılır, bərbad vəziyyətdə su. Nə istəyirlər bu cəmaatın əlində, bu Leriklərin əlində nə istəyirlər bilinmir. Gələnlər də elə oradan-buradan gəlib 30 da bir müdür oturtdurublar orada. O da ki, vecində deyil, heç başına çıxmır ki, bu su nə olan şeydir. Heç bilmir ki, bir ton su neçə litrdir, bəlkə onu da bilmir. Xahiş edirəm, bu barədə tədbir görülsün. Bu əhaliyə neçə ildir, 2014-dən bu günə kimi Lerik əhalisi zülm olunur. Yollar qazlı, bərbar vəziyyətə düşür. Heç kimdən narahat deyil, heç kim də vecinə deyil. Bəlkə də sayğac mənbədə qoyulsa, onlar bilərlər ki, ciblərindən gedir, məcbur olarlar, heç olmazsa bu suyu düzəldərlər. Marslar xətti ilə su çəkilib, pompalar vasitəsilə anbarlara vurulur. O da ki, ayda 2000 manat pul yazır. Onlar marağı nədir ki, bu suyu düzəltmirlər, gedib motorla su vururlar ki, yəni əsl qanat olunmalıdır. Nəyə görə işıqdan istifadə etməlidir ki, bu su samaxod suyu özü müstəqil şəkildə, rahat şəkildə gəlib deyir ki, anbarlara tökülür. Sadəcə istəmirlər. Nə, bunların məqsədləri nədir bilinmir. Hal-hazırda buradan 150 millimetr boru yoğunluğunda su axır. Neçə günlərdir axır, heç kimin də vecinədir. Sadəcə su kanal idarəsi gəlib, elə biraz yolu suyu döndərib kənara ki, asfalta su axıtmasın, başqa heç nə. Gör ki, boru yoxdur, borular zaydır. Bunlar hamısı boş şeydir. Onlar özləri bilərəkdən eləyirlər bunlar hamısı. Çünki o su idarəsi rəqabət gedir. Bir-birinin narazılıq var deyənə, münasibətləri yoxdur deyənə, elə bir-birinin yalandan saymırlar bir-birini, onun əziyyətində cəmaət çəkir.